Çox sadə bir yol var. Bilə bilərsiniz ki, Aşura günündə həmin yerdə olsaydınız, İmam Hüseynin yanında durardınız, yoxsa qarşı tərəfdə Yezidin ordusunda olardınız. Çox sadə və qısa bir sözlə bunu özümüz də həyatımızda tətbiq edə biləcəyik. Çox dəyərli və böyük alimlərimizdən biri belə buyurur. Əgər insan nəfsinin və şəhvətinin ona buyurduğuna əməl edirsə, ona tabe olub gedirsə, demək ki, o Aşura günündə də İmam Hüseynin qarşısında durardı. Yox, əgər ona yox deyə bilib, qarşısını ala bilirsə, deməli İmam Hüseyn əleyhissalamın yanında qalardı. Çox da biz özümüzə şiyyəyik, imanlıyıq, ibadət əhliyik, Allah yolundayıq deyək. Necə ki, İmam Əli əleyhissalamla çiyin-çiyinə döyüşüb, hətta Siffin döyüşündə yaralanan və yarası biraz da dərin olsa şəhadətə qovuşacaq olan bir şəxs var idi ki, Aşura günündə gəldi və İmam Hüseynin başını kəsdi. Məhz o insan Şimr idi. Bu səbəbdən də bizim buna da dəlillərimiz var. Bilirik ki, insan uçurumdan düşməmək istəyirsə, rəzalət və günahlar çirkabında boğulmaq istəmirsə, o ağlına, qarşısına bir günah çıxanda ağlına ilk gəlməli olan şey odur ki, mən bundan çəkinə bilərəm, yoxsa yox? Nəfsimin və şəhvətimin mənə tapşırdığından qaça bilərəm, yoxsa yox? Qaçsa, deməli İmam Hüseynin yanındadır. Qaça bilməsə, demək bu rəzalət çuxuruna uçurumdan yuvarlanıb və düşüb. İnsanı uçurumdan qurtaran sözdür bu.